Rüfəqaların biri nəql edirdi. Bir dənə cavan bu Azərbaycanda deyildi, bir dəfə bir dənə cavanı çağırdım, ona sözümün vəsətində deyim. Cavanı çağırdı, çox faal cavan idi, həmin Azərbaycanında. Çox yaxşı fəaliyyət idi, fəaliyyəti dinisi var idi. Danışqahda bunu çağırdım, dedim səni istəyən bu illəri aparam Məkkəyə. Ta dedim, o qədri ağladı, əskıb bir xud oldu. Mən də bir söz demədim, ağladı, bir yarım saat ağlayın. Sonra baxardı, biraz toxtayana söyledim, niyə ağlayırsan? Dedi, axı, mən yuxu görmüşəm, ona xatir ağlayam. Dedim, nə yuxusu? Dedi ki, mən bir dənə Vəhhabi ilə bəhs edəydim danışqahda. Bəhs elədim, axır oraya çatdı, dedi, əlinin qeyrəti olsaydı, xanımın vurmazdılar. Allahu Ekber. Demiş, bu söz elə mənim cigarımı yandırdı. O qədr ağladım, aramış tapa bilmədim. Bakıdan maşın tutdum, çıxdım, getdim biyabanda, yıxıldım toprağa, süründüm, ağladım. Ondan deyim, gəldim evdə də biraz ürəyim toxtadı, o qədər ağladım, yoruldum. Gəldim evdə yuxuya getmişdim, elə bir ləhzə məni çəkdilər, apardılar Nəcəfə. Ağa Əmirül Möminin dayanmışdı, ağanı ziyarət elədim. Ondan ağa mənə dedi, əxi, qardaşım. Əxi, qardaşım, bu il Məkkədə mənə qonaqsan. Dey, mən də hal getdi, sonra öz-özümə deydim, mən hara, Məkkə hara, mənim pul istəyim kanın. Elə ki, sən çağırdın, dedim, Məkkə, ağlamağım buna xatirdir, Əmirül Möminin mənə dedi, qardaşım. Görəysən nədir, səhənə gələr, insana tir dəyər. Bu cür gərək şikargaha gedəsən, orada hey özün görsə desən, sənin də bir qəlb və tir dəyəm. Çövrülə insan. Ondan da xunbəhaviyim mən, cəmal-i zülcəlal. Xunbəhaviyi xudxorəm, kəsb-i halal. Xudayım. Xudayım, nə ləhzələr gələk bəzilərinə. İnsan gələk fürsət-şinas ola da, fürsət-şinas, həm fürsət-saz olasan, həm fürsət-şinas olasan. O fürsətlərdədir ki, insan tali tapır, insan gələk. İnsan insaniyyətin tapır, insan özün tapır, insan şinasnameyi vücudun tapır. Bilək ki, mən kiməm, nəçiyəm.